Müğənni Günel Zeynalova anası Zöhrə xanımla paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi gəzinti zamanı çəkdirdikləri şəkli sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Günel uzun müddətdir Türkiyədən Bakıya köçüb. O artıq Azərbaycanda yaşayacağını və burada ev tikdirdiyini bildirib. Aparıcı Xoşgədəm Hidayət qızı oğlu Arda ilə bağlı paylaşım edib. Aparıcı evladı ilə yeni fotosunu yayımlayaraq bunları yazıb. Arda yaşıl gözlü şahzadəm, gülüşü şirin, qəlbi təmiz, gülən üzlü sevincim, hər şeyim. Qeyd edək ki, Xoşgədəm Hidayət qızı Türkiyəli müğənni doğuşla ailəlidir. Onun bu evlilikdən Arda və Arın adlı əkizlər dünyaya gəlib. Aparıcının Zaur adlı daha bir evladı var.